Mən Qasımov Cəsarət Elmanoğlu, Qasımov Misirin qardaşıyam. Bugün mənim müraciətim ondan ibarətdir ki, mənim qardaşıma olan haqsızlıq, 5 ildir biz qardaşımın haqqını Ukrayna dövlətindən istəyirik və gecə-gündüz bu barədə mübarizə aparırıq. Və buna baxmayaraq ki, mənim qardaşıma olan haqsızlıqlar başalıb gedir. Və döymədiyimiz qapı, müraciət elədiyimiz dövlət orqanına qalmayıb. Axırıncı müraciətimiz bizim prezidentimizədir. Ona görə ki, güvəndiyimiz axınız sığınacaq sizin yanınızdır. Siz də bir valideynsiniz, siz də bir atasınız, siz də bir babasınız. Ümid edirəm ki, bu səsimizi eşidərsiniz. Mənim qardaşım 3 yaşından Rusiyada böyüyüb başa çatıb. Və demək olar ki, bizdə müharibə olanda o gəlib bu ölkəyə könüllü olaraq Qarabağ döyüşündə iştirak edib. Onun verəcəyi bir maddi durum yox idi ki, onu versin. Sadəcə onun üçün olan ən əziz bir şey onun canıdır. O da minlərlə Azərbaycan igidi kimi bu canından keçib və könüllü olaraq gedib yazılmışdı. Bəli, biz 5 ildir bu mübarizədə bir ədalət görmədik. Siz özünüz də çox gözəl vurğulamışdınız ki, bu dünyada ədalət yoxdur. Bəli, mən sizdən tamamilə bu mövqedə razıyam. O minlərlə də Azərbaycanlı bu mövqedə sizdən razıdır. Ona görə ki, ədalət olsaydı biz o qədər gözü yaşlı anaları, şəhid anaları olmazdı bizdə. O qədər balalar yetim qalmazdı. O qədər gözəl qadınlarımız dul qalmazdı. Neçə qazilərimiz əlini qolunu itirməzdi. Bəli, ədalətsiz dünyadır. Bu ədalətsizliyin səbəbi də odur ki, bizim də başımıza, bizim də ailəmizə gələn faciə odur ki, mənim qardaşıma qarşı 5 ildə ədalətsizlik olunur. Və bu ədalətin arxasında mənim qardaşımın güvəndiyi onun prezidentidir. Amma bugünkü gün Xarici İşlər Naziri, səfirlik və dövlət onun arxasında deyil. Belə başa düşüləsi odur ki, mənim qardaşımın ilk günündən olan məhkəmələrdə Azərbaycanın səfirliyinin belə nümayəndəsi mənim qardaşımın məhkəməsində iştirak eləmək üçün özünü ni səfir kimi, ni səfir nümayəndəsi kimi nə təqdim eləyib, sıravi bir vətəndaş kimi təqdim eləyib. Bunun hər bir şeyinin sübutu var və mənim qardaşıma olunan haqsızlığın da sübutu var və ona Ukrayna dövlətinin məhkəmə sisteminin olan ona qarşı haqsızlığı və nətər